Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bildiyiniz kimi dünən 29 sentyabr 2025-ci il tarixdə Cabir İmanov dünyasını dəyişib. Ona görə təqdimatsız deyirəm ki, artıq onun tanıyırsınız onu, kimliyini də bilirsiniz. Bugün isə Cabir İmanovla bağlı vida mərasimi keçirildi. Canlı mən izlədim. Cabir İmanovun vəfatı ilə bağlı insanlarda, cəmiyyətdə mən deyərdim ki, fikir bir mənalıdır. Ona görə bir mənalıdır ki, insanların böyük əksəriyyəti, demək olar ki, tam əksəriyyəti Cabir İmanovla bağlı 2003-cü ildə məlum oktyabr hadisələrində insanlara işgəncə verməsi, onları döyməsi və zalim rejimin yanında duraraq xalqa yumruq təpi atması ilə xatırlandı. Bir deməli Facebook istifadəçisinin bir postunu gördüm. Qeyd etmişdi ki, Cabir İmanovla bağlı rəhmət və lənət oxuyanları bir statistikasını aparıb özünə görə təbii ki. Onun yazdığına görə qeyd edir ki, Cabir İmanova təqribən deməli onun izləyicilərinin 80%-i lənət oxuyub, onun haqqında xoş olmayan fikirlər səsləndirib. 20%-i isə rəhmət oxuyub. O 20%-nin bir qismi də onun dediyinə görə məcbur edilmiş və yaxud da nəyəsə görə o rəhməti oxuyur. Bəzən o ailə ilə ola bilsin, hər hansı bir kontaktı var və yaxud da hər hansı bir qorxu var və haradasa işləyir, çalışır və s. Bu kimi hallarda görə rəhmət yazıb. Əslində bu post mənim üçün bir göstəricidir. Əhalinin, Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin Cabir İmanova münasibəti məhz o 80%-dir ki, onlar ürəkdən, səmimi şəkildə öz fikirlərini bildiriblər, öz deməli Cabir İmanovla bağlı mövqelərini qoyublar ortaya. Bu bir ibrətdir, bu bir dərsdir. Müsbət mənada anlayanlar üçün ibrət, yaxşı, yəni mənfi mənada anlayanlar üçünsə bu bir dərsdir. Mən istəyirəm ki, Cabir İmanovla vida mərasimində ailə adından çıxış edən onun böyük qardaşı Tahir İmanovdan bir neçə sitat gətirim. Və gördük ki, Tahir İmanov ailə adından çıxış edir. Çıxışının əvvəlində də, axırında da Müzəffər Ali Başkomandan İlham Əliyev yaşasın, Mehriban Əliyevə can sağlığı arzulayır, dövlət təhlükəsizlik xidmətinə xüsusi minnətdarlığını bildirir. Sanki mən elə başa düşdüm ki, Tahir İmanov hər hansı bir tədbirin açılışında çıxış edir, nəinki öz qardaşını son mənzilə yola salma mərasimində. Bunu niyə qeyd elədim? Bunu ona görə qeyd etdim ki, bu qardaşların deməli dövlətə baxışı, insanlara baxışı, bunların ümumi yaradıcılıqları, fəaliyyətləri, ortaya qoyduqları mövqe Müzəffər Ali Başkomandanlarının deməli əhatəsində formalaşmış bir mövqedir. Bilirsiniz ki, Cabir İmanov polis orqanlarında çalışıb və sonra da Dövlət Təhlükəsizlik Xidmətinin, səhv etmirəmsə, Mədəniyyət Mərkəzinə rəhbərlik edirdi. Əgər yanlış olarsa, rəy də bildirərsiniz. Və bütün incəsənət fəaliyyətləri dövründə də Əliyev hakimiyyətinin təbliğatı ilə məşğul olublar. Humorik, satirik janrda. Ancaq Əliyev hakimiyyətini müdafiə ediblər. Açıq şəkildə bu barədə fikirlərini də səsləndiriblər. Heç vaxt deməyiblər, heç vaxt gizlətməyiblər. Bu Cabir İmanovun və Tahir İmanov qardaşlarının və ümumiyyətlə bu KVN-in bunların mövqeləri cəmiyyətdə bəllidir. Xüsusən Cabir İmanov
heç bir zaman xalqın, əzilmiş xalqın, haqqı tapdalanmış xalqın deməli səsinə səs verməyib. Hər zaman İlham Əliyev və müxalifət mövqeyində olan insanları konkret olaraq düşmən görüb. Yəni bu xalqı, bu cəmiyyəti, bu əhalini, Azərbaycan vətəndaşlarını ki, onların böyük əksəriyyəti İlham Əliyevə müxalifdirlər, bunları özünə düşmən görən bir şəxsdir. Bütün fəaliyyət istiqaməti də məhz bu istiqamətdə, məhz bu yöndə olub. Onun vəfat etməsi 49 yaşında bu əlbəttə ki, üzücüdür. Amma eyni zamanda digərləri üçün bir nümunədir, bir örnək götürüləcək bir məsələdir. O insanlar ki, zalim rejimlərin xidmətçisinə çevrilirlər, kölələrinə çevrilirlər, zalim rejimin bir maladesinə görə, bir yüngül sığalına görə xalqı əzirlər, ondan sonra əhaliyə zülm edirlər və zalim rejimin yaşaması üçün əllərindən gələni edirlər. O insanlar üçün bu bir nümunədir ki, onlar da öləcək. Ölüm elə bir varlıqdır ki, hər bir insanın yaxasına gəlib yapışacaq. Baxın, Cabir İmanovun son anlarında ona süni nəfəs verən insanlardan biri belə bir fikir səsləndirib. Deyir ki, biz ona son anda süni nəfəs verirdik, hətta 20 dəqiqə deyir, biz ona süni nəfəs verdik. Həmən dövr zamanda Cabir İmanov, yarın ki tam hələ dünyasını dəyişməmiş, o dövrlərdə deyir, sanki bizə yalvarırdı ki, mən ölmək istəmirəm, məni ölməyə qoymayın. Bax, elə məqamda heç kim insanın yardımına gələ bilmir. Bu barədə ölümlə bağlı, qiyamətlə bağlı kifayət qədər Quranda ayələr var. İnsan orada tək qalacaq, nə onun deməli, ali başkomandanın onun yardımına gələcək, nə xidmət etdiyi ağız dolusu ilə Mehriban Əliyev onun yanına gələcək, onun yardımına gələcək. Hətta bu insan ki, özünü burada Mehribana, İlhama və digər zalim rejimlərə görə qurban verirlər, canlarından keçirlər. Qiyamət günündə onlar deyəcəklər, onlar öz haylarında olacaqlar, heç onlar bunları tanımayacaqlar, heç bunları yaxın durmayacaqlar. Çünki onların başları özünə qarışacaq və bu hadisə əslində bir nümunədir ki, bir ibrətdir ki, insanlar anlasınlar, insanlar ayılsınlar. Nə qədər ki, gec deyil, nə qədər ki, ölüm mələyi onları yaxalamayıb, insanlar həqiqi yola dönsünlər, insanlar zalim rejimlərin köləliyini edərək onların zülmünə şərik olmasınlar. Bu əslində bir ayıldığı siqnaldır. Bu çox ciddi bir mesajdır ki, ayılın. Ölüm hər bir an insanı yaxalaya bilər. Heç kim, baxın, görürsünüz ki, orada bu Cabir İmanovun ölümü ilə bağlı fikir bildirən insanların ilk cümləsi budur ki, bu yuxu kimidir, mən inanmaq istəmirəm, inana bilmirəm və s. Ani gəldi, ölüm heç kimlə dəvət almır, heç kimə dəvət göndərmir. Ani gəlir, bir an belə gecikmir. Allah Quranda buyurur ki, əcəl gələndə bir an nə gecişər, nə də təxirə düşər. Ani gəldi, götürür, apardı və heç kim harda, necə öləcəyinə məlumatı yoxdur. 100% öləcəyini bilir. İnsan yeganə varlıqdır ki, 100% öləcəyini bilir. Amma ölümlə bağlı heç ölümə əhəmiyyətsiz hesab edir. Baxın, biz görürük ki, orada insanlar kədərlidirlər, amma bir neçə saatdan sonra, dəfn mərasimi bitəndən sonra yenə də əvvəlki həyatlarına dönəcəklər, əvvəlki köləliklərini edəcəklər və insanın, mən deyərdim ki, həyasızlığı o səviyyədə gəlib çatıb ki, abırsızlığı, həyasızlığı o səviyyəyə gəlib çatıb ki, öz gənc sayılır da 49 yaş, gənc qardaşının vida mərasimində durub İlham Əliyevə mədhiyələr səsləndirsin. Axı burada buna nə ehtiyac var ki, durub orada İlham Əliyevin mədhiyələr səsləndirsin və hətta məsəl üçün orada bəzi mənfi fikirlər yazan, bunlara görə mənfi fikirlər yazan jurnalistləri də hədələsin ki, siz o son vida mərasimini izləsəz, orada o hədələri də görəcəksiniz. Və adam İlham Əliyevin yenə də kölgəsinə sığınır, arxalanır və ona arxalanaraq jurnalistləri hədələyir, jurnalistlərə həqiqət yazanlara, Cabir İmanova əslində lənət yazanlara barmaq silkələyir. Və unudur ki, bir zamanlar bunun qardaşı da o cür arxasını İlhamın kölgəsinə dayayıb və kimlərəsə barmaq silkələyirdi.
Görürsüz nəticə nə oldu? Bu əslində heç də yaxşı nəticə deyil. Əlbəttə ki, hər şeyin ən gözəlini Allah bilər, amma Allah zahirə hökm etməklə bizi mükəlləf edib. Zahirdə görünən tərəf bu idi ki, bəli, Cabir İmanov İlham Əliyevin yanında idi. Necə ki, onun qardaşı və ailəsi İlham Əliyevin yanındadır, xalqa qarşıdırlar və bütün fəaliyyət boyu da onların əsas deməli fəaliyyətləri İlham Əliyevə xidmət olub, xalqı əzmək olub, 2003-cü ildə xalqı təpikləmək, şillələmək olub. Belə insanlara xalq tərəfindən heç bir rəhmət düşmür və xalq açıq şəkildə bu insanları lənətləməklə məmurlara mesaj götürməlidirlər ki, bu gün sizin üçün də var. İlham Əliyev, onun komandasına aid olan kim varsa, onlar mütləq ilahi lənətə deməli düşəcəklər və onlar ilahi lənəti haqq edirlər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.